Cənubi Amerika dünyanın ən sıx çay şəbəkəsinə malik olan materikidir. Materikdə dünyanın ən bol sulu çayı olan Amazon çayı yerləşir. Amazon çayı Maranyan və Ucayali qollarının birləşdiyi yerdən başlayır və Atlantik okeanı hövzəsinə aiddir. Çayın uzunluğu 6400 kilometrdir. Əgər Ucayali qolundan hesablanmış olsa, ən uzun çay hesab olunur. Çayın 500-dən artıq uzun qolu var ki, bu qollardan da 20'sinin uzunluğu 1500 kilometrdən artıqdır. Ən böyük sol qolu Rio Negro, ən böyük sağ qolu isə Madeira qolu hesab olunur. Çay yuxarı axında 200 km, orta axında 5 km, aşağı axında isə 20 km enə malikdir. Mənsəbinə doğru isə çayın eni 80 km-ə qədər artır. Çayın hövzəsi 7 milyon kvadrat kilometrdən artıqdır və töküldüyü yerdə 100 min kvadrat kilometr əraziyə malik olan bir delta formalaşdırır. Dünyanın ən böyük çay adası olan Maroja adası Amazon çayının mənsəbində yerləşir və adanın sahəsi 48 min kvadrat kilometrə bərabərdir. Amazon çayı əsasən Braziliya ərazisində yerləşir. Bundan başqa Kolumbiya, Ekvador, Peru və Boliviyadan qollar qəbul edir. Çayın üzərində heç bir su anbarı yoxdur.